Azərbaycanda qohum evlilikləri qadağası qüvvəyə minir. Ölkəz xəbər verir ki, iyulun 1-dən Azərbaycanda qohum evlilikləri qadağan edilir. Ailə Məcəlləsinə əsasən bu şəxslər arasında nikahın bağlanmasına yol verilməyəcək. Qardaşların və ya bacıların ümumi bioloji baba və ya nənəsi olan uşaqları, bioloji qohumluğu olan əmi, dayı və qardaş, bacı qızı, həmçinin bibi, xala və qardaş, bacı oğlu. Xatırladaq ki, hazırki qanunvericiliyə əsasən sadaladığımız şəxslər arasında nikahın bağlanmasına yol verilmir. Yaxın qohumlar, valideynlər və uşaqlar, baba, nənə və nəvələr, doğma və ögey, ümumi ata və anası olan qardaş və bacılar, övlad götürənlər və övladlığa götürülənlər, ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər. Bu məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş tibbi müayinədən keçməyən şəxslər, ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya əqli gerilik nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər.